Azərbaycanın xalq artisti Afaq Bəşir qızı səmimi etirafı ilə diqqət çəkib. Publikas xəbər verir ki, tanınmış aktrisa hazırda sadə bir məhəllədə yaşadığını bildirib və bu seçimindən məmnun olduğunu deyib. Afaq Bəşir qızı qeyd edib ki, adi insanların arasında yaşamaq ona xoşbəxtlik verir. Stat: Adi bir məhəlləyə köçmüşəm. Sadə insanların içində yaşamaq böyük xoşbəxtlikdir. Ömrümün üstünə ömür gəlir. Statın sonu. Aktrisa həmçinin yaşadığı mühitin sağlamlığına da müsbət təsir etdiyini vurğulayıb. Stat: Oranın havası da yaxşıdır, səhhətimə xeyirdir. Statın sonu. Sənətçi bildirib ki, sakinlər ona çox səmimi və hörmətlə yanaşırlar. O, gündəlik həyatında qarşılaşdığı məqamları da bölüşüb. Stat: Pilləkənləri çıxanda əziyyət çəkirəm, köməklə çıxıram. Kimsə görəndə dayanıb qapını saxlayır ki, keçim. Gördüm ki, məktəblidir, yaşlısı, cavanı hər biri çox hörmət edirlər. Statın sonu. Qeyd edək ki, aktrisanın bu açıqlaması sosial şəbəkələrdə də maraqla qarşılanıb və izləyicilər tərəfindən müsbət rəylər alıb.